Hazır şorbalar gündəlik həyatın sürətli ritminə uyğun olaraq praktik və tez hazırlanması ilə cəlbedicidir. Lakin onların tərkibi və istehsal prosesi evdə bişirilən təbii şorbalardan xeyli fərqlənir. Bu fərqlər bəzi hallarda sağlamlıq baxımından risklər yarada bilər. Mövzu ilə bağlı Refresh qrupun icraçı direktoru, qidalanma mütəxəssisi Seymur Qafarov Misiyaza açıqlamasına deyib ki, gündəlik olaraq istifadə etdiyimiz hazır qida məhsullarına qablaşdırılmış şorbalar da daxildir. Günlük olaraq istifadə etdiyimiz hazır qida məhsulları ilə yanaşı, eyni zamanda insanlar tərəfindən hazır qida məhsulu olan, qablaşdırılmış müxtəlif əlvan karton qutularda satışa təklif olunan hazır şorbalardır. Hazır şorbaların tərkibində adətən istehsal zamanı müxtəlif çeşidli ədviyyatlardan, duz və istiotlardan hazır qarışım şəklində istifadə olunur. Bu məhsullardan həddindən artıq çox istehlak etmək və günlük istehsalatı həcmini nəzərə alaraq satışa çıxarılmasına baxmayaraq, insanlar tərəfindən daha çox istehlak olunması, onlardan həddindən artıq çox dozlu yarı fabrikatların qəbulu, arterial təzyiqin dəyişməsinə, hipertenziyaya səbəb ola bilər. Ona görə bu da yenə öz növbəsində mədə, bağırsaq və immun sisteminə özünün təsirini göstərə bilər. Ekspert hazır şorbaların qida vərdişlərinə və sağlamlığa zərərlərindən bu maddələr üzrə uzunmüddətli istehlak zamanı həzm sistemi və ümumi metabolizmə mənfi təsirlərindən danışaraq deyib ki, bundan başqa hazır şorbalardakı trans yağlar bədənin iltihabi reaksiyalarını gücləndirə, ürək-damar sağlamlığını zəiflədə bilər. Bu məhsulun da həddindən artıq istifadəsi insanların səhhətinə ziyan yetirə bilər, eyni zamanda onların günlük qidalanması zamanı qida vərdişlərinin dəyişməsinə, ağız damaq zövqünün, dadının dəyişməsinə səbəb ola bilər. Yaxşı olar ki, bu qatqı maddələri olmadan qidalardan istifadə etsinlər və onların qida qabiliyyətinə olduqca müsbət təsir göstərəcəkdir. Seymur Qafarov əlavə edib ki, evdə hazırlanan şorbalar daha təbii, balanslı və qida dəyəri yüksək olur. Tərkibi tam şəkildə nəzarət altındadır və istifadə edilən tərəvəzlər, ətlər, dənli bitkilər, vitaminlərlə zəngin olur. Bu şorbalar kimyəvi əlavə və konservat olmadığı üçün həzm sistemi üçün yüngüldür. Eləcə də uzun müddətli sağlam qidalanmada təhlükəsiz hesab edilir. Duz miqdarı isə istəyə uyğun tənzimlənir və yağ seçimdə daha sağlam olur. Nəticə etibarilə hazır şorbalar vaxt qazanmaq üçün praktik olsa da, tərkibindəki süni əlavələr və yüksək duz səbəbindən sağlamlığı üçün risk daşıya bilər. Evdə hazırlanan şorbalar isə gündəlik istifadə üçün ən doğru seçimdir. İlahə Qəmbərli, Heydər Həsənli, Misiya TV.